Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Son dəqiqə dəhşətli xəbərlər çatdıracağam. Birinci onu deyim ki, İlham Əliyevin uğursuz, rəzillik Çin səfərini danışdığıma görə TikTok Çinin platforması daxı bağladılar kanalımın birini. Ona görə təzə kanal açdım. Bu kanala haqsızlığa susma 21'e abone olun. Bundan başqa, dəyərli həmvətənlərim, evlatlarınızı koruyun deyirdim. İndi isə yekə adamların, gənc adamların da başı bəladadır. Onları da qara maşınlarla götürürlər, yox edirlər. Dünyanın hər yerində Azərbaycanlıların müxtəlif zapcast eləyib satırlar. İlham Əliyevin tək əlacı bu qaldı. Üstü örtülü deyirəm, üstü açıq demirəm. Evlatlarınızı tək yola buraxmayın. Gənc qızlar, gənc oğlanlar tam ehtiyatlı gedin. Əgər çox adam deyir ki, gördüm, qaçırdılar, gördüm, belə elədi, əlindən qaçdım. Xeyr, bir dənə bilsin ağaysız. Quş tüfəngi yoxdur evdə ən azından. Balalarınızı qaçırdanı, özünüzü qaçırdanı nə edirsiniz də bilirsiniz. İlham Əliyev bununla, İlham Əliyev Qarabağda savaş bununla qorxu mühiti yaradılar. Söhbət baxıram 6 il bundan qabaq yayılan səs yazısını indi paylaşırlar, ham bir-birini atır. Eyni zamanda qorxu mühiti yaradılar. Bir, pul kazanırlar. İki, qorxu mühiti yaradırlar. Yəni sən çörək, nə bilim, nə istəməyəsən yeni şeylər. Ancaq həyatda necə qalım onu düşünəsən. Və bunu birbaşa İlham Əliyev eləyir. Öyle də Dövlət Təhlükəsizlik Xidmətinin polisin əlindən eləyir. Getdik. İkinci, İlham Əliyev Çindən bütün istəkləri zibilə döndü. İlham Əliyev artıq göstəriş verdi. Bütün kreditlər dayandı. Kreditlər dayandı. Qardaş, sən ev almırdın, nə bilim, paltar güyən maşın, nə bilim, deyək ki, xaladenik almırdın, nəysə almırdın kreditdən. Banklar xəbərdar elədi, kredit verməyin. Bütün banklardan pullar yığılır, ölkə xaricinə aparılır. Daha Əliyevlərin son həftələri, son aylarıdır. Bu arada xaricdə və daxildə fəallar, diqqətli olun, Əliyev getdə radikal müxalifəti aradan götürmək istəyir, bilin. Və İlham Əliyev xoşumuz gələn müxalifət olsun, gəlməyən müxalifət olsun. Hamısının cavabını verəcəyik, hamısının qarşılığını verəcəyik. Nə etmisinizsə 10 qat artığını eləyəcəyik. Balamızı elətdirmişsiniz, balanızı elətdirəcəm. Nəslimizi elətdirmişsən, nəslinizi elətdirəcəm. Millətimi elətdirmişsiniz, zatınızı elətdirəcəm. Qutardı, bir mənalı olaraq. Qaldı Qurban Məmmədov, bundan canlı yayında deyəcəm. Qurban Məmmədov, APA TV Teymur, Vidadi İskəndərlinin qardaşı Oktay İskəndərli, hamısı İsa Sadıqov, hamısı hökumətin adamıdır, hamısı çox təhlükəli adamdır. Onlardan aralı durun, onlara yaxın getməyin. Mən nəsə bilməsəm demərəm. Getdik. Dəyərli həmvətənlərim, kredit söhbəti bax, ola bilsin hələ haralardasa, ola bilər daxili büdcə ilə, ya şəxsi hesabdan xırda para klienti qaçmamaq üçün ellər. Amma göstəriş oldu, banklar bağlandı. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, İlham Əliyev xaricdən banklardan pul götürmək istəyirdi. Bax, Amerikaya girməyin dərdindən Amerikadan 300 neçə milyon götürüb oradan təyyarə alır, təyyarə zapças hissələri alır. Fikir verin ha. Amerika, Avropa qələmini qırdı deyə yapışdı Çindən. Çindən istədiyini ala bilmədi. Rəzil oldu, rəzil. Bir rəzillikdə danışım mı mən sizə? Birazdan deyərəm. Deməli, dəyərli həmvətənlərim, ölkə daxilində də xarici banklardan indi balaca məmurlar var da, orta boynuzlu nazirlər, mavinlər, idarə komitə rəhbəri, icra başçılar, əmlakçılarını qoyub xarici banklardan valyuta almaq istəyir. Öz banklarımız vermir xarici valyuta. Elə böyük summalar vermir. Xarici valyuta ilə vermir. Deməli, dəyərli həmvətənlərim, indi də xarici banklara yükləmək istəyiblər xalqımızı, ya öz mallarını qoyub, ölkədən çıxmaq, ya ölkədən pulu çıxartmaq. Etmək istəyiblər. Alınmayıbdır. Yəni, adicə indi gedib bir toz soran alırsan ha kreditdən, bir xaladenik, bir necə deyərlər, paltar güyən maşın. Kreditdən alamayacaqsan daha. Vəssalam, qutardı. Bilmirəm, Embavot da dayandıracaq mı, dayandırmayacaq mı, orasını bilmirəm. Çox güman ki, onlara da tapşırıq verilib. Hər yerə tapşırıq verilib. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım,
Alem deyib bir-birinə Rusiyada bu dəqiqə aldığım məlumata görə dəyərli həmvətənlərim, Rusiyadan dostlarımız yazdılar. Moskvada Danilovski bazarda birbaşa ordu, amon və polislər tökülübdür. Birbaşa dərhal səfərbərliyə gedirsiniz. Daha soruşan yoxdur, oturumum var, yoxdur, iznim var, yoxdur, iş iznim. Birbaşa ya səfərbərliyə, cəbhəyə gedirsiniz. Sizin malınızı, əmlakınıza sahib olur. Sizin ailə üzvləriniz, yaxınlarınız gəlsin satsın, atanız, ananız, bacınız, qardaşınız. Siz cəbhəyə. Ya da ki, bütün ailəlikcə hamınızı deport eləyirik. Səhərdə gəldilər Danilovskiyə, günortada gəldilər, saat 7-də yığım olacaq. Bütün Moskvada 1 milyon ordu yaradır Vladimir Putin. Bu Kırım'ın bombalanması, bundan çok danışacağım, geniş mevzudur. Əsasən Trump'ı, yəni Rubio, Trump'ın adamı Zelenski tərəfindən təhqir olunandan sonra o Kırım məsələsini tanı. Ondan sonra London üzərində dönüb geri qayıdırdı. Təsəvvür edin, yəni elə bir Trump görürsə özdə deyir ki, pis, zamansız hədəf aldı. Belə bir vaxtda hədəf almamalıydı. Trump deyir. Çünki elə bir variant yarandı. Zelenski'nin özdə dedi ki, Trump bunu yaptırdı Rusiyaya. Mən masada oturum, torpaqları Rusiyaya verim deyə, Ukraynanı bölüm deyə. Ayın 30'una kim olacaq? Dostlar, qardaşlar var. Ayın 30'una Trump'ın and içməsinə kimi, özdə deyibdi. And içməsinə kimi nəticə əldə elədi, eləmədi. Gedin nağarı sıqayrın. Trump Avropanın yenə həmişəki kimi olacaq. Mən bilirəm ki, çox güman ki. Dəyərlənmədənlərim, dəyərli soydaşlarım, Danilovski'də çox dəhşətli amonlar çöldə durub, ordu içərdə, polis içərdə. Və yəqin ki, mən Danilovski bazardan aldımsa, çox yerdə belədir. Dəyərlənmədənlərim, dəyərli soydaşlarım, Devlət Sərhəd Xidmətində skandal, dəhşət bir hadisə baş verib İlham Əliyevdən gizlədirlər. O hadisəni açacağam. Eşitdim bəzi mətbuatda yayımlanıb, amma mən daha dəhşətli açacağım. Daha dəhşətli, mən deyəni heç kim deməyəcək. Devlət Sərhəd Xidmətinə. Gələn ay, may ayında fırtına, zəlzələ, vəlvələ. Gələn ay müharibələrin başlayacaq ayıdır. Gələn ay dünya müharibəsinin başlayacaq ayıdır. Gələn ay aləm deyəcək bir-birinə. Gələn ay və iyun, maydan sonraki 6-cı ayın 15-nə kimi çox dəhşətli proseslərin başlanğıcını və çox böyük hadisələrin şahidi olacaqsınız. Çox şeyin başlanğıcı olacaq. O cümlədən İlham Əliyevin hakimiyyətinin sonunun başlanğıcı olacaq. Gələn ay çox önəmli aydır. Dünya tarixində gələn ay və iyun ayının 1-ci ayında, yəni iyun ayının 6-cı ayın 15-nə kimi çox dəhşət olacaq. May ayının 6-sından, hətta demək olar ki, 2-sindən, 3-ündən çox dəhşətli dünyada proseslər olacaq. Çox dəhşətli yeni savaşlar, çox dəhşətli hadisələr, hətta nüvə savaşına qədər gedəsi proseslər başlayacaq və çox qızğın hallar görəcəksiniz. Aləm deyəcək bir-birinə may ayında. Yəni bu may ayında, 25-ci ilin may ayında. Bəziləri. Deməli, dəyərli soydaşlarım, Çində daha bir rəzillikdən danışım, keçim canlı yayma. Birinci, bu kanalımız təzədir. Haqsızlığa Suma 21, bunu bəyənin, paylaşın. Abone olun buna. Daha bu kanalda olacaq da, həftədə bir kanal vurulur, təzə açırıq da, ya 3 gündən bir. Deməli, Çində daha bir rəzillik. Baxın ha, Çində daha bir rəzillik. Deməli, Çin Mərkəzi Televiziyasının müxbiri, mən subutlarla deyəcəm acanlıda, müxbiri İlham Əliyevin, yəni baş nazirin mavini, İlham Əliyevə deyib ki, birinci İlham Əliyevə deyib ki, sizinlə, yəni əlbəttə İlhamın birbaşa özünə demir, yanında oturan baş nazirin mavini Şahin Mustafayevə deyibdi. Deyib ki, Prezident İlham Əliyevlə canlı müsahibə götürmək istəyirik. Baxın ha, canlı müsahibə götürmək istəyirik. Baş nazirin mavini Şahin Mustafayev prezidentə deyib ki, canlı müsahibə götürmək istəyir Çin kanalı sizdən. Deyib yox. Çünki bir ildir İlham Əliyev canlı müsahibə vermir. Təzədən Şahin Mustafayev Çinin mərkəzi kanalına xahiş edib ki, prezidentimiz son aylarda depressiyadadır. Cümlədə səhvliklər olur. Yəni ona görə canlı etməyək, İlham Əliyev danışsın, sonra səhvləri düzəldib təzədən canlıya ötürək.
Əziz vətən, məlumat aldıq ki, bir ildir İlham Əliyev canlı danışmayıbdır. Hamısı sonradan verilib efirə. O jurnalist